şad olsun. Biz ise devam edelim. Bir daha salamlayıram her birinizi. Bir özümüzü alqışlayaq, heyecan insin. Adətən aparıcılar alışıblar axşam saatlarında tədbirlərə. Axşamınız xeyir deyə hər zaman tədbiri açıq elan edirik. Amma bugün bir fərqli tədbirlə qarşılaşdım. Bugün burada çok möhtəşəm qonaqlar var, çok güzel, heyecanlı şagirdlər var, heyecanlı gözlər var. Və təbii ki, möhtəşəm bir tədbirin olacağına əminəm. Əziz iştirakçılar, hörmətli qonaqlar, bugün təbii ki, biz bir araya toplaşmışıq. Bunun bir səbəbi var, zəhmətin, əzmin və uğurun bayramını qeyd edirik. Cambridge Üniversitetinin Cambridge University Press and Assessment şöbəsinin Azərbaycan üzrə rəsmi imtahan və hazırlıq mərkəzi AYTEK-in təşkilatçılığı ilə keçirilən TKT və Cambridge imtahanlarının sertifikat təqdim etmə mərasiminə hər biriniz xoş gəlmisiniz. Bugünkü tədbirimizdə valideynlər, müəllimlər, şagirdlər, təbii ki, öz uğurları ilə bizləri qürurlandıran gənclərimiz qatılıblar. Sizi burada görməkdən məmnunluq hissi duyuruq, əziz tələbələr. Hər zaman tədbirlərdə Cambridge Speaking imtahanları üzrə marker müəllim, təlimci və koordinator Həzrət Bəyə veririk. Dəyərli Həzrət Bəy, sizi səhnəyə dəvət edirik alqışlarınızla. Əziz şagirdlər, əziz müəllimlər və əziz valideynlərimiz, hamımızı xoş gördük. Bu cür gözəl bir proqramda bizim değişməyən bir adətimiz var. Hər il, ildə 2 dəfə bizim şagirdlərimizlə, müəllimlərimizlə belə böyük proqramımız olur. Bugün müəllimlərimizin, şagirdlərimizin və valideynlərin də heyecanla davamlı çalışdığı, valideynlərimizin də maddi və mənəvi dəstək verdikləri hansı ki, şagirdlər imtahanlara hazırlaşıblar, müəllimlər bunların əziyyətlərini çəkiblər ki, bu imtahanlar beynəlxalq imtahandır, yəni elə-belə imtahan deyil. Ona görə həqiqətən şagirdlərə afərin bu mövzuda. Bir proqramımız hər il belə noyabr ayında, oktyabr ayında keçirilir və ikinci böyük proqramımız indidən də elan etmiş olun. İnşallah fevral ayında biz burada bir daha görüşəcəyik. Fevral ayında da bizim hər il dil sərgimiz olur. Yəni bizim əvvəlki valideynlərimiz bunu yaxşı bilirlər. Hər il bu tədbiri də keçiririk və bu proqramı da fevral ilə burada təşkil edəcəyik. Çünki buranı çox bəyəndik, yerə gəlmişkən. Biz demək Cambridge University, Cambridge University Press and Assessment-ın Azərbaycandakı rəsmi imtahan mərkəzidir. Artıq 8 ilə yaxındır ki, fəaliyyət göstəririk və biz şagirdləri və ya müəllimləri, böyükləri Cambridge imtahanlarından hazırlamaqla bərabər bir də Azərbaycanda fərqli məktəb, universitet və kurslarla da əməkdaşlıq edirik. Yəqin ki, bizi Instagram səhifəsində təqib edənlər bilir. Biz xarici Dillər Universiteti olsun, Mingəçevir Dövlət Universiteti, UNEK filialları Zaqatalada universitetlər və bir çox özəl məktəblərdə xüsusilə kurslarla əməkdaşlıq edirik və Azərbaycanda Cambridge imtahanlarını tanıtırıq. Məqsədimiz bizim ixtisasa baxan yönündən, yəni bizdə başqa fənlər yoxdur bildiyiniz kimi. Məqsədimiz Azərbaycanda ingilis dilinin tədrisini beynəlxalq standartlarda təşkil etmək, maarifləndirmək. O cümlədən onunla əlaqəli olaraq da həmçinin bizim burada TKT kursuna qoşulan müəllimlərimiz də buradadır. Onları da təbrik edirik. Onlar da çünki böyük əzmlə çalışıblar, əziyyət çəkiblər və onlarla birlikdə təlimçi müəllimlərimiz də onlarla birlikdə o heyecanı yaşayıblar və yayda imtahanda iştirak etdilər. Səhv eləmirəmsə 30-40 arasında bir rəqəmdir. Və hər il ingilis dili müəllimləri də bizdə TKT kurslarına qoşularaq bu imtahanlarda iştirak edirlər. Çünki niyə görə müəllimlərin bu sahədə yetişməsi önəmlidir, təlim alması önəmlidir? Yəni bizdəki ingilis dilinin tədrisi digər kurslardan və ya bəzi məktəblərdə verilən ingiliscədən fərqlənir. Yəni biri var ənənəvi formada şagirdləri ingilis dilinə hazırlamaq, sadəcə imtahan yönümlü, amma bir də beynəlxalq standartlarda, yəni şagird reading, writing, listening, speaking, yəni bu 4 dil bacarığında inkişaf edilməlidir
həm oxuya bilməli, həm yaza bilməli, danışa bilməli ki, yəni gələcəkdə IELTS imtahanında, SAT imtahanında, TOEFL və ya Cambridge-in digər imtahanlarında, xüsusilə ən yuxarı səviyyələr FC və CE imtahanlarında ki, bu imtahanlarda iştirak edib beynəlxalq universitetlərə qəbul ola bilsinlər. Amma yerli, ənənəvi formada tədris alan şagirdlər sadəcə qrammatik bilgiləri öyrənirlər ki, bu da sadəcə bizdə Azərbaycandakı lokal universitetlərə qəbul olmaq üçündür. Amma Cambridge imtahanlarına hazırlaşan şagirdlər rahatlıqla həm bizim buradakı universitetlərə də qəbul ola bilirlər. Çünki mən bunu nümunə olaraq deyim sizə, bunu biz bu il bəhrəsini gördük. Çünki biz də bunu yoxlama edildik. Demək, bizdə elə şagirdlər var ki, məsələn, buraxılış imtahanına hazırlaşarkən riyaziyyatdan hər hansı bir fənn müəlliminə gedirdilər, Azərbaycan dilindən başqa bir müəllimə gedirdilər. Amma bizim şagirdlərimiz burada sadəcə Cambridge imtahanına hazırlaşmaqla buraxılış ingilis dili imtahanını rahatlıqla yaza bildilər. Yəni, biz bunun şahidi olduq və bu mövzuda xüsusilə müəllimləri təbrik edirlər. Çünki heç buraxılış hazırlığı olmadan rahat imtahanı verə bildilər və hətta bəzi şagirdlərimiz də Duolingo imtahanında da iştirak etdilər. Məsələn, bizdə Duolingo kursu diye bir şey yoxdur. Amma Cambridge imtahanına hazırlaşmaqla bu imtahanı da rahat verirlər. Demək, şagirdlərimiz Cambridge imtahanlarına hazırlaşmaqla, baxın, əziz valideynlərimiz, sizin övladlarınız, böyükləri də var burada və ya başqa gələcəkdə digər səviyyələrdə də inkişaf edib imtahanlarda iştirak edəcəklər, nəzərinizdə olsun. Kiçik yaşlardan status mover səviyyəsindən hazırlaşan şagirdlər gələcəkdə hətta 11-ci sinifdə belə ingilis dilindən ayrı hazırlaşmağa ehtiyac qalmır. Rahatlıqla bu şagirdlər Duolingo'da da imtihanda iştirak edə bilərlər, yəni əlavə Duolingo kursuna getmədən, buraxılış imtahanında da iştirak edə bilərlər, 11-ci sinif ingilis dili buraxılışında da iştirak edə bilərlər. Yəni bir kursla siz neçə dənə imtihanda iştirak edə bilərsiniz, əziz şagirdlər. Amma əsas şərt burada nədir? Aşağı səviyyədən hazırlaşaraq getməli. Əlbəttə ki, 8-ci sinifdə, 9-cu sinifdə oxuyan bir uşaq sıfırdan gəlib İngilizcə hazırlaşarsa, biraz çətinlik çəkə bilər o barədə. Biraz daha çox effort verməsi lazım. Amma kiçik yaşdan hazırlaşarsa, yəni bugün Starters imtahanında bura çıxan şagird rahatlıqla gələcəkdə IELTS də verə biləcək, TOEFL da verə biləcək. Məsələn, bugünlər burada biz IELTS imtahanında iştirak edən şagirdlərə də səhnəyə çıxartacaq. Düzdür, hamısı burada deyil, bəziləri Amerikada, Avropada və ya universitetlərdə təhsil alırlar. Çox az bir qism gəlir bura. Məsələn, onlar bizim gözümüzün qabağında, yəni Starters'dan, Movers'dan başlayan uşaqlar. Hansı ki, ən sonunda 10-cu sinifdə SAT müəllimlərimiz, IELTS müəllimlərimiz onlarla məşğul oldular. Xüsusilə əgər level olaraq yuxarıdırsa uşaqda, IELTS-ə çox effort ehtiyac qalmır. Yəni 2 ay, 3 ay ərzində, 4 ay ərzində rahatlıqla çalışıb gedib skor ala bilirlər. Və ondan sonra da həmən bizdə xaricdə təhsil şöbəmiz var, Elnur müəllim. Uşaqların yerləşməsi barədə dəstək oluruq, hətta gedib yerləşməsinə qədər biz köməklik göstərə bilirik. Bir bu. İkincisi də digər başqa bir xidmətlərimizdən deyim sizə, müəllimlərin təlimlərinə əlaqəli Azərbaycanda analogu olmayan iki xidmət var ki bizdə, bunu biz ITEC olaraq həyata keçiririk. Birincisi karyera proqramı. Məsələn, Xarici Dillər Universitetinə biz bu barədə əməkdaşlıq edirik, dediyimiz ki, universitetlərlə biz hər hansı bir ixtisasda olan ola bilər və ya əvvəllər ənənəvi formada ingilis dili tədris edən müəllimləri deməli 6 aylıq proqramla müəllim yetişdiririk. Yəni onlar beynəlxalq sertifikatlar alırlar, TESOL, TKT sertifikatı alaraq bəziləri hətta bizdə də işləyənlər var, hətta başqa məktəblərdə özəl məktəb olsun və ya özəl kurs olsun, hal-hazırda ingilis dili tədris edən müəllimlər var. Hansı ki, bizdə yetişirlər, yəni bizdə belə bir 6 aylıq proqramımız var. İkincisi də bizdə Canadian Royal High School məktəbinin Azərbaycandakı yeganə mərkəzilik ki, yəni Canadian Royal High School nə deməkdir? Dünyada tanınan bir neçə beynəlxalq diploma var. Məsələn, Cambridge-in A-level var. Məsələn, bəzi özəl məktəblərdə, Lamlar kimi, orada A-level 12-ci sinifdə qurtaran verirlər. Və ya International Baccalaureate var, IB sistemi var. Orada da IB diploma olan şagirdlər rahatlıqla universitetlərə gedə bilirlər. Bir də OSSD diploması var. Hansı ki, bu OSSD diplomanı, Ontario Secondary School diploma, Kanada Təhsil Nazirliyi verir
Yani o SSD diplomunu alan şagird heç bir imtahan vermədən rahatlıqla dünyanın ən top universitetlərində təhsillərini davam edə bilərlər. Hal-hazırda bizdə elə şagirdlərimiz var və həmin kursa qoşulurlar. Təhsil tamamilə Kanada Təhsil Nazirliyinə aiddir, diplom Kanada Təhsil Nazirliyi verir, təhsil onlayndır. Baxın, onlayn deyəndə biraz bizə itici gələ bilir, onlayn pandemiyadan sonra çıxdı bizdə Azərbaycanda, amma dünyada bu tanınır, var. Kanadada da onlayn təhsil var və şagirdlərimiz həmin məktəbə qoşularaq 12-ci sinifi tamamladıqdan sonra, yeri gəlmişkən 11-də burada oxuyurlar, amma 12-ci sinifi paralel oxuyaraq o SSD diplomunu alıb xarici ölkələrə gedə bilirlər. Yəni bizdəki dediyimiz kimi bu xidmətləri də demiş oldum. Belə, əziz şagirdlərimiz, mən sizi və müəllimlərimiz sizi çox gözlətməyib, hər kəsi yenə də təbrik edirik. Artıq bundan sonra sizi gözlətmədən, vaxt uzatmadan sertifikatlarınızı və əlbəttə ki, ən yuxarı Grade A və 5 qalxan toplayan şagirdlərimizin medallarını təqdim edəcək medalları və bitdikdən sonra da çay içmək istəyən valideynlərimiz buyursunlar, orada çayda sizə içmədən. Təbrik edirik, sağ olun, çox sağ olun. Çok teşekkür ederim Kəsrət bəy, minnətdarıq sizə və sizi dinlədikcə o qədər geniş və gözəl izah etdiniz ki, sizi dinlədikcə bir daha əmin oldum ki, sayənizdə Azərbaycan üçün uğurlu bir gələcək yetişir. Təşəkkür edirik bir daha. Əziz qonaqlar, Cambridge imtahanları yalnız dil biliklərinin yoxlanması deyil, beynəlxalq səviyyədə tanınan bir uğur göstəricisidir və bu imtahanlar bizə göstərir ki, İngilis dili sadəcə bir fən deyil, dünyaya açılan bir qapıdır. Bildiyiniz kimi, xarici dili öyrənmək üçün biz oxu və dinləmə bacarıqlarıdır. Bu dil bacarıqları bir-biri ilə sıx bağlıdırlar. Aytək Dil Mərkəzi övladlarımızda bu dil bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulur. İngilis dilini tədris edən müəllimlər Cambridge-in TKT imtahanlarında iştirak edərək beynəlxalq sertifikat əldə edə bilirlər. Aytək həm də TKT təlim və imtahan mərkəzidir. Mərkəzimizdə təlim keçib, rəsmi imtahanda iştirak edir və sertifikat əldə edirlər. Aytək imtahan və hazırlıq mərkəzi. Və mükafatlandırma mərasimini başlayaraq yavaş-yavaş start veririk. Hörmətli qonaqlar, diqqətli olun. Səhnəyə çıxacaq hər bir iştirak. Hörmətli valideynlər və dəyərli imtahan iştirakçılarımız, onu da nəzərinizə çatdırmaq istəyirik ki, bugün imtahanda iştirak edib və ən yüksək nəticə göstərən yaxşıların ən yaxşısı nominasiyasında olan bəzi şagirdlərimizi medallarla təltif edəcəyik. İndi isə keçid alırıq. TKT imtahanında iştirak etmiş və sertifikat qazanmış müəllimlərin sertifikatlarının təqdim edilməsinə bütün modul 1 iştirakçılarını səhnəyə dəvət edirəm. Amina Qurbanova, Həşər Mehdiyeva, Cəmilə Muxtarova, Güler Şəhərli, Aytaç İsayeva, Esmira Səfərova, Leyla Səfərova, Ləman Həsənova, Nigar Əhmədova, Röya Sərdarlı, Şəbnəm Yusufzadə, Səltənət Həsənova, Sayalı İsayeva, Sona Xələfova, Səmar İsmailova, Röya İsmailova, Mətanət Əliyeva, İdam Hüseynova, Elmira Kərimova. Düşünürəm ki, hər biriniz adınızı eşitdiniz və artıq səhnədədirlər müəllimlərimiz. Və bugün burada gördüyümüz bütün müəllimlərimiz TKT proqramında böyük uğur qazanırlar. Onların arasında Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbələri də var. Onlar həm universitetdə təhsillərini davam etdirib, həm də bizim mərkəzdə bu beynəlxalq proqramı müvəffəqiyyətlə tamamlayıblar. Təbii ki, bir daha biz Həsrət bəydən rica edək, yaxınlaşsın səhnəyə sertifikatları təqdim etməyə.
Cəfərli, Ayta Cüzayeva, Esmira Səfərova, Leyla Səfərova, Tamam Əsəlova, Tamam Nigar Əhmədova, Röya Sərdarlı, Şəbnəm Yusufzadə,